Bonjour dostlar, salam. Səhər açıldı, akşamı sizlə bir yerdə gəzdik. Efirdə gördük. Notre Dame'a bugün söz vermişdim. Notre Dame deyirəm, Louvre'a söz vermişdim, girəcəyik. İnşallah girib sizlə birlikdə baxarıq. Bugün gəldik səhər, elə bir breakfast eləməyə. Bunlar neçədir Aynur? Aysel? Yemələr 15 avrodur. Hərəsi? Hərəsi 15 avro. Fərqli qiymətlər var, 13-dən başlayır. Adı nədir bunun? Egg Benedict'dir. Bu aslında Fransız yemeği değil ama Fransa'da en çok yenilen səhər yemeklerinden biridir. Altında Fransız bulkasıdır. Bizim bulka yok şu. Üstü de bildiğin yumurta, avokado, böyle şeyler. Ama normalde Fransızlar sadece kruasan ve kufeyle səhərlərini açırlar. Belə, buranın adı nə idi? Yoxdur adı. Kozi. Notre Dame'ın yanında çok yaşam balaca bir kozi bir yer. Eşitdiniz dostlar, bu da adı buradadır. Kozi. QR da var, istəsə girib. QR kod da var, girib menüyə baxa bilərsiniz. Şimdi burada səhər yeməyimizi yeyək, davam edib inşallah sizlə birlikdə gəzib görmüş olacağıq dostlar. Dostlar, bu da Shakespeare'in nə idi Ayşe? Shakespeare'in kısa müddetli hayatında 2 aylık yaşadığı bu binada yaşıyor. Sonra bunu bir hissəsini kitabxana, bir hissəsini də belə kafe kimi eləyib saxlayıblar. Güzel. İçine baxa bilərik. Burada sıra yok. Ayağımız yüngül. Sıra yok. Bir de bu yakınlaştı ki içeride şekil çekmeye icazə vermirlərmiş. Ay. Ya, bağışlayın, sizsiz baxası olacaq. Çəkilişə icazə yoxdur. Dostlar, Aysel xanım getdi, sağ olsun. Breakfast'a dəvət elədi, oturduq, səhər yeməyi yedik. Biraz bizə məlumat verdi. Shakespeare'i də heyf ki buraxmadılar içəri, Shakespeare'in kitabxanasına, yaşadığı yerə. Yəni içəri buraxdılar, çəkilişə buraxmadılar. Çəkib sizə göstərə bilmədik, amma özümüz girdik, baxdıq. Bu da belə bir gözəl kilsədir, dostlar. Girək içinə birlikdə baxaq, görək necə bir yerdir. İçi belədir, dostlar. Gözəldir. Şüşələri maraqlı düzəldiblər. Yaxınlaşdırım sizin üçün. Girişi belədir. Burada belə. Kilsənin adına baxmadıq, necə gedir. Dostlar, çox gözəl kilsə idi. İçi gözəl idi. Bu da bizi gördü, çamadan. Biraz da bu keçsi mi dənə, bunun səsi. Restoran Paris, Antalya. Türklərin restoranı, Antalya restoranı. İstəsəniz gələ bilərsiniz. Merhaba. Hoş geldin. Merhaba. Nereden geliyorsun? Azerbaycan'a, Bakü'de. Azerbaycan mı? Evet. Bakü, hoş geldin. Buraya gelseniz dostlar, Antalya Merhabalar. restoranına gelebilirsiniz. Merhaba. Döner de var. Döner Rahat kebap da, Türk iş kebap. yiyebilir. Akşam gələcəyik. Tamam biz burada Akşam dönürüz. Akşam gelin tamam. Tamam. Görüşürüz. Görüşürüz. Sıkıntı yok. Akşam görüşürüz. Okey. Tamam, teşekkürler. İyi, güzel. Türk restoranda tapdıq. Akşam buradayıq. Gələk axşam qəşəng dönərdən vuraq dostlar. Darıxdım lap dönər üçün. Hə? Gələk
Parisdə Dönər keyfi. dönər keyfi yaşayaq sizlə birlikdə. Burada da qəşəng pizza olur dostlar. Buranın pizzası dadlı olur. Düzdür, İtaliya şey olmaz. İtaliyadakı kimi hər halda ləzzətli olmaz məncə. İtaliya onun məskənidir də. Amma burada da qəşəngdir, dadlıdır. Yəni pivə də verirlər, pizza da verirlər. Hər şey var dostlar. Ve arkada iki pivə çekiyoruz. Ve Antalya dürüm də var. Qəşəng gəlib. Bu Notre Dame'ın yanındadır. Notre Dame'ın böyründən içəri küçəyə sağ tərəfə girirsiniz və oradadır. İndi birazdan Notre Dame'a da gedib baxacağıq sizlə. Düzdür, o yanıb, indi təmirdədir. Xəbərimiz var yəqin ki, yanmışdı. Hər kəs yardım ayırmışdı onun bərpası üçün. Hər ölkə, hər öz köməkliyini əsirgəmədi. Hərə biraz pul ayırdı. İndi onu bərpa eləyirlər. Təmir gedir. Ona görə içinə girə bilməyəcəyik. Əfsuslar olsun ki. Amma çöldən çəkib sizə göstərə biləcəyik. İçəridə yolka. Yeni il gəlir. Yaxında gir bax. Mən buradayım. Ça va très bien. Lan dilinə qəşəngdir. Maraqlı. Çox incə dilləri var. Xoşlayıram bunların dilini. Bu da Notre Dame. Bayaqda qeyd elədiyim kimi burada yanğın çıxmışdı. Təmir zamanı nəsə şüşədən iskra düşmüşdü. Deyilənlərə görə yanğın çıxmışdı. Digər başqa ölkələrdə yardım elədilər. Hərəsi neçə milyon pul ayırdılar. Təzədən bərpa olunması üçün. Ona görə hal-hazırda təmir işləri gedir, içəri buraxmırlar. Bu da Sena çayı. Bunlara minib, içi restorandır, üzən restoran. Akşam şam yeməyi yeyə və yaxud da nahar eləyə burada üzə bilərsiniz. Mənzərəni izləyərək nahar eləyə bilərsiniz, necə deyərlər. Şimdi birazdan yaxınlaşacağım Notre Dame'ın yaxınlığına. Daha da yaxından göstərim sizlər üçün. Bacardığım qədər yaxınlaşacağım. Bəli dostlar, bu qədər yaxınlaşa bilirik. Maksimum yaxınlaşa biləcəyimiz məsafə budur. Bundan çox girə bilmirik. Buradan izləyə bilərsiniz. Arxa kameradan da çəkib göstərəcəm sizlər üçün. Burada insanlar durub nəsə baxıb yazırlar. Və şəhərdə belə üstü açıq tur maşınları var. O birisi görürsünüz gəzdirir. Burada da böyründə Notre Dame oteli. Bu Notre Dame oteli. Düz elə Notre Dame'ın yanında. Buranın da hər üç tərəfdən su keçdiyinə görə deyirlər, bura kiçik ada da adlandırılır. Elə də deyirlər burası. Buradan su keçir, oradan su keçir, avtobusun arxasından, o tərəfdən bir yaxki yerdən və arasındansa bir də o tərəfdən deyirlər. Beni bir visto. Bu da odur. Baxın, təmir gedir yanğından sonra. Bu da həmin o Notre Dame oteli. Düz elə Notre Dame'ın yanında. Gözəldir dostlar. Hər kəsə arzulayıram gəlib canlı gəzib görməyi, Allah sizə nəsib eləsin. Burada da Fransa kanalına tuş gəldik. Müsahibə alırlar. Baxın, kanalın adı nədir? WDR. WDR.
Kanalın adı belədir. Burada da insanlar oturur, qəşəng söhbət edirlər çayın qırağında. Nəsə atışdırırlar, maraqlı. Doğrudan da gözəl şəhərmiş. Şəkillərdə zaten, şəkillərdə, videolarda gözəl görünürdü. Adam canlı gəzəndə o gözəlliyi daha da yaxından hiss edirsən, elə bil ki. Elçin müəllim girib telefona. Sizlə gecə gəlmişdik bura. İndi də işıqlı vaxt, günorta vaxt. Dedim gələk, görəsiz və bir açıqca girək içinə. İçəriləri də görək birlikdə. Buranı bayaq Aysel deyir ki, gəzmək üçün tək adam hər yeri bir-bir gəzib görmək üçün bu Louvre-da 62 gün vaxt lazımdır. Biz də bacardığımız qədər girək. Birazdan çıxmalıyıq, Almanyaya getməliyik. Ona görə vaxtımız çox deyil. Girək, bacardığımız qədər çəkək, sizə göstərək və qaçaq. Bu da Louvre-ın içi dostlar, girdik. Buradan içəridə girişdə yoxlayırlar sumkaları. Üst başınızı, kutkanı açırsınız, baxırlar və daxil olursunuz içəri. Gedək, düşək, izləyək sizlə, bilet alaq və girək, baxaq. Biletdəki QR kodu oxudursunuz, orada skaner var. Oxudursunuz ona bu QR kodu və girirsiniz içəri. Biz indi girdik Mona Lisa olan hissiyə. Yəni gedək Mona Lisa'nı biz də görək. Dünya gözü ilə sizlə birlikdə biz də baxaq. Buradan belə başlayır, belə əsərlər. Hakkında məlumat yazıblar. Oxuya bilərsiniz. Dans la cérémonie pour montrer la bonne chef des caches chinoises, les petits de l'herbe bassine, on vient découvrir avec une voiture pourquoi c'est fait à l'été. Gəzə-gəzə baxaq görək Mona Lisa'ya necə yaxınlaşmaq olar. Gözəldir. Bu da gözəldir, oxu. Fırladaq, sataq dostlar. Elçin müəllimlə rastlaşdıq.
Gəzə-gəzə gedək. Mona Lisa'nı da tapaq dostlar. Sizlə birlikdə biz də görək. Bu necə gözəldir, buna baxın. Möhtəşəm. Katalogun möhtəşəmliyinə baxın dostlar. Gözəl. İşlənib. Soldadır dedi. Sorry. Mona Lisa buralarda olmalıdır. Belki bizden gizlenir. Aha. Mona Lisa qabaqdan gedib yuxarı qalxacaq dedilər. Gruplarla da gələnlər olur. Talpa şəklində qrup bölünüb gidlə gedirlər. Və gid danışır sizə ətraflı. Gözəl arxitektura qruplar burada. Qəşəng tikiblər, bəziyiblər. Əsərlərdəki söz yoxdur da, əsərlər aydın məsələdir. Və gəldik, tapdıq dostlar. Oradadır. Vous voulez passer, venir voir la photo? O da Mona Lisa'mız. Burada şəkil çəkdirmək üçün sıra var, dəhşət böyük sıra var. Şəkil çəkdirmək biraz çətin məsələdir. Keçək baxaq görək necə eləyirik. Və bu da yaxından Fatal, Mona Lisa xanım. Bueno, así mirando ya está. Bir millət var dəhşət. Mirando mejor, así va más fácil. Mona Lisa'nı da gördük dostlar. Artıq rahat şəkildə baxıb gəzib çıxa bilərik. Zaryadka azdı deyə 23% qalıb. Çox çəkiliş eləyə bilməyəcəm. Çox çəkilişdə yəqin ki burada hər kəsə maraqlı olmaz, bilmirəm. Bəlkə maraqlı olanlar da olar. Belə bir əsər də var. Ortada
maraqlıdır. Gözəldir, maraqlıdır. Bütün dünyanın hər yerindən insanlar gəlir buranı görmək üçün. Siz də bura gəlsəz mütləq şəkildə çalışın, gəlin, gəzin, görün dostlar. Gettiler. Hadi. Bu qədər dostlar. Louvre'da girdik, sizlə bir yerdə gördük. Eyfelin gündüz vaxtını gəlib görənmədik, vaxtımız azdı. Birazdan Almanya, Berlin şəhərinə yola düşməliyik. Ona görə çatdırmadıq. Eyb yox, gecəsini əsas çəkmişik, görmüşük. Louvre'da gördük. Bəyənməyi, abunə olmağı unutmayın dostlar. Əziyyətimizi yerdə qoymayın. Gəzə-gəzə ancaq çəkmişik ki, paylaşa bilək. Kimin nəsə sualı olsa, komentarida, şərh bölümündə yaza bilərsiniz dostlar. Özünüzdən müğayət olun, gələn görüşləridir. Sağ olun.